Bugün kişilikdən, kişilik qeyrətindən danışanlar çoxdur. Kimsə kimisə tərifləmək istəyəndə filankəs əsl kişidir deyirlər. Ya da bunun tamam əksi, kimsə kimisə alçaltmaq istəyəndə filankəs kişi deyil deyirlər. Maraqlısı odur ki, bəs hansı meyarlara baxaraq insanın kişi olub olmadığını müəyyən edirlər. Bir şeyi dəqiq bilin ki, davamlı olaraq məsciddə görülməyən, namazları cəmaatla qılmayan insanlar Allahın təriflədiyi kişilərin sırasına aid deyillər. Əsl kişilik əlaməti 5 vaxt namazda məsciddə kişilərlə eyni safda çiyin-çiyinə durmaqdır. Qətiyyən kişilik əlamətlərinə aid deyildir. Bir xəstəliyi olmadığı halda, sağlam olduğu halda, əzanı eşidib amma məscidə tələsməmək, evdə oturmaq və sonra da qadınlarla evdə namaz qılmaq. Kişilərin yeri məscidlərdir, qardaşlar. Allah Sübhane və Teala buyurub, o kişilər ki, nə ticarət, nə də alış-verişləri onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındıra bilməz. Onlar qəlblərin və gözlərin çevriləcəyi gündən qorxurlar.